Ya Allah, salam hörmətli izləyicilər, hardayam? Gözəl buzovnamızda Nihat Marketin arxası, gözəl 322 nömrəli məktəbə gedən yolun üstü, yəni ambardan çox-çox aralıda. Qarşısına qədər asfalt, bir dənə buranı götür qardaş, zəhmət olmasa. Ha, dostlar, bu belə. Xırda detallardan danışacaqdın. Ala elə özün mikrofonla danışaq. Yenə mən danışım. Danış, sən danışanda ala. Dediyimiz kimi. Hə. Deməli nətərdir? 6 sotun içində yerləşir. 3.6-nın Kubçası var. Evin də kubçası var. Bizim də bu Hə, hissədə bir dənə bu qabaq hissənin yoxdur da, yəni orada problemsizdir. ağaclıqlarımız var. Təxminən 2 metr enindədir. Bu da toyuq saxlayır. Adamlar sevmir, adamlar saxlayır da xoşu Hə, gəlir. bəli. Gördüyün kimi mərkəzi kanalizasiyası var bu evin. Mərkəzi kanalizasiya. Bu evin mərkəzi. Dostlar, çox gözəl bir evdir. 6 sotun içindədir. 360-ın kubçası var ev tərəfin. Bu qıraqlarda, yəni bu da bir ciddi problem. Mangal. Yəni problemsiz bir Mangalı şeydir. burada. Hə, burada belə bunun gözəl belə manqalı var. Burada da tikillər var. Bu nədir belə? Hə, yay mətbəxdir, sanuzel. Burada da belə diqqətlə baxın. O belə ikinci mərtəbəsi də var. Ev tam fərqli bir evdir. Qarşısına qədər asfalt yoldur. Ən gözəl bir ərazidə, tam problemsiz bir yerdədir. Hətta bunların məhəlləsi şlaqbamlandır. Yəni elitli evlərdir. Ətraf villalardan ibarətdir. Hamısı belə gördüyünüz meyvə ağaclarıdır. Çox gözəl bir ərazidədir. Villaların əhatəsində. Hər şey var. Hər şey burada klasdan belə mövcuddur. 6 sotun içindədir. Təkrar eləyək. 360-ın dostlar kubçası var, evin də kubçası var. Artıq da kösə bir problem yaratmayan bir məsələdir. Neçə ilin evidir. Ha qardaş, demək daxil olduq. Belə geniş koridor sizi qarşılayır. İstip oldu. Ha, belə sanitar qovşağıdır. 6 metrlik mətbəx. Ay maşallah, mətbəx. İstəsəz gələcəkdə bir dənə aboyunu bəlkə dəyişərsiniz. Deyirəm. 4 4 dənə yataq otağı var. Maşallah, 4 dənə yataq otağı. Bura nədir qardaş? Yataq otağından bir qapı qoyublar ki, belə. Qonaq olanda buradan xanımlar keçsin, heç nə mane olmaz. Bəli. Demək burada belə qonaq otağıdır. Hə, oradan da giriş var, buradan da, hə? Onu əlavə açıb. Bəli, əlavə açıb. Buradan belə. Burada da bir sanucul var. Belədir. Burada da bir sanitar qovşağı var. Burada belə bir dənə yataq otağı var, geniş. Ay maşallah. Mən metrajları həmişə deyirəm. Hə, lap yaxşı. Burada növbəti yataq otağıdır, geniş. Yenə bu da yataq Dostlar, burada növbəti belə geniş. Qapı qonağa görə qoyulur. Buradan da fərqli. Bağlı. Qiymət olaraq qardaş 180 min. 180 min manatdır. 6 sotu. Burada elə torpağın sotu həqiqətən 25 min manatdır. Minimum 20-dən götür, elə 120 min 120 min torpağa da heç 20 minə burada torpaq yoxdur. 180 min manatdır. Kimə maraqlı olsa 050 798 98 99 dostlar, Nihatazada yaxın 322 nömrəli məktəbə. Yəni yerləşmə yeri çox idealdır. Yəni burada ambar ki var, ona qəti aralıdadır. Villaların əhatəsindədir. Çox gözəl evdir. Qiyməti də ki həqiqətən superdir. Takib atıb bollu rəy yazın inşallah. Qeyd eləyim, mərkəzi kanalizasiya sistemi, qazı, işığı, suyu, villaların əhatəsi çox bahalı bir yerdir. Bax görürsünüz, hamısı villalardan ibarətdir. Hətta bu məhəllənin şlaqbaması da var ki, yəni pultlandı. Kim girdi, kim çıxdı, yəni çox elitini, çox gözəl bir yerdədir. Həqiqətən ürəklə deyirəm, yaşamaq üçün havası super, ideal bir yerdə. Manqalxanasına qədər hər şey var dostlar. Həqiqətən super bir variantdır.